Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Bu gün MİQ və sertifikasiya proqramının ən məşhur mövzusu olan kater məsələləri ilə bağlı son 5 ildə imtahanda rəsmi istifadə olunmuş sualların izahına baxacağam. Niyə məşhur mövzu deyirəm? Çünki bu mövzu müəllimlərin ya çox sevdiyi mövzu olur, ya da sevmədiyi mövzu olur. Amma maraqlı mövzudur və mütləq şəkildə hər imtahanda həm MİQ həm də sertifikasiyada sual düşəcək deyə bilərik bu mövzudan. Yəni bu mövzu ilə bağlı. Məsələn, mövzu var ki, biz onu keçirik, 3 ildə o mövzu ilə bağlı sual düşmür. Amma düşməyəcək deyə də bir şey yoxdur. Amma son statistikaya əsasən, elə bax burada izaha görəcəksiniz ki, son ən azı 5 il deyə bilərik ki, mütləq şəkildə sual düşüb. Və suallar rəsmi imtahan suallarıdır, müəllimlər. Bu sualları biz ayrı-ayrılıqda müxtəlif vaxtlarda işləmişik, sınaqlarımızda tək-tək izah vermişəm. Sadəcə bir yerə topladım ki, sizin üçün də əl çatımlığı asanlaşsın. Başlayaq. Birinci sualımız. Axma sürəti 7 km/saat olan çayda katerin çayın axınına qarşı olan sürəti çayın axını ilə olan sürətindən 2 dəfə azdır. Katerin çayın axını istiqamətində 3 saata getdiyi yolun uzunluğunu tapın. İzahı keçməmişdən öncə qeyd edim ki, kater məsələlərlə bağlı kanalımızda kifayət qədər izahlar var. Elə bu yaxınlarda 30 dəqiqəyə kater məsələlərini öyrənib. Bax, 100% deyirəm ki, həmin mövzuya baxın və kater məsələləri artıq sizin tam yaddaşınıza yazılacaq. Orada incəliklər daha çox demişəm. İndi burada bir ən azı nəyə fikir verək? Bu tutaq ki, çaydır. Kater məsələlərində bu çay tez-tez işlədirik. Çay müəyyən bir istiqamətdə axır və çay müəyyən sürətlə axır. Bunun üzərində də kater var. Kater də ola bilər, motorlu qayıq da ola bilər, teplaxot da ola bilər. Bunlar eyni anlayışdır, yəni mahiyyət olaraq. Burada əgər oxlar eyni istiqamətdə də görürük. Kater çayın axını ilə axını istiqamətində, axına doğru sözləri varsa, bu olur axın ilə hərəkət. Axın ilə hərəkət zamanı katerin sürəti ilə çayın sürəti toplanır dəyərli müəllimlər. Başqa cür bunu belə deyə bilərik ki, məsələn, külək əsir. Biz küləyə doğru gedəndə sanki külək bizi tez aparır, qaçırtmış kimi görürük. Elə hiss edir. Elə bir hiss yaranır bizdə. Bax, bu məntiqdir. Ona görə axın ilə dediyimiz zaman sürətlər toplanır. Katerin sürətini K ilə çayın sürətini C ilə işarə eləsək, K üstə gələk çay. Yəni kater üstə gələk çay. Bir də var dəyərli müəllimlər, küləyin əksinə doğru getmək. Katerin çayın istiqaməti budur. Bunun üzərindəki kateri qeyd eləsək oxla, bu da axına qarşıdır. Axına qarşı. Axına qarşı. Bu zaman sürətlər çıxılır. Kater çıxılsın çay. Bu vacib informasiyalardır. Təbii ki, suallarda bunu deyəcək. Bir də göl var. Göldə hərəkət zamanı kater ancaq və ancaq o sürəti hesabına hərəkət edir. Çünki göl sürətsiz sudur. Su dayanırsa da kater öz motorunun hesabına orada hərəkət edir. Bir də sal anlayışı var. Sal isə çaya atılan bir taxta parçası deyə bilərik. Burada isə salın sürəti dediyimiz çayın sürətidir. İndi bunları biləndən sonra gəlin bu məsələmizi həll etməyə çalışaq. Axma sürəti 7 km olan çayda veriləni dərhal yazırıq. Çayın sürəti bərabərdir 7 km bölünsün çay. Mən katerin sürətini bilmirəm. Ona görə katerin sürəti bərabərdir sual işarəsinə. Bizə deyir ki, çayda katerin çayın axınına qarşı olan sürəti. Axınına qarşı olan sürət dediyindən dərhal yazıram ki, kater çıxılsın 7. Axını ilə olan sürətindən dərhal yazıram bura kater üstə gələk 7. 2 dəfə azdır. Az olan hansıdır? Baxında da görmək olur. K çıxılsın 7. Ona görə az olanı 2-yə vuracağıq ki, bərabərliyimiz ödənsin. 2 kater çıxılsın 14 bərabərdir kater üstə gələk 7. Buradan kater keçir bu bir tərəfə. Kater bərabərdir 21. Deməli, katerin sürəti 21-dir. Katerin öz sürəti. Ümumiyyətlə, kater məsələlərində çayın sürəti və katerin sürətini biliriksə, demək 90% işi həll eləmişik. Ən sonda bizə deyir ki, katerin çayın axını istiqamətində 3 saata getdiyi yolun uzunluğunu tapın. 3 vurulsun 21 üstə gələk 7. Bu 28 eləyir. 3-ü də 28-ə vuranda elədi 84. Yəni, axın ilə deyir. Təzdən elə burada 3 saat yox, 5 saat da verə bilər. Yəni, məsələdə verdiyi əlavə şərtdir. Doğru cavab A variantı. 2021-in rəsmi qəbul sualıdır. 2022-nin sualına baxırıq. Katerin sürəti 20 km/saat. Verilənləri yazırıq. Kater bərabərdir 20 km bölünsün saata. Çayın axma sürəti isə 2 km bölünsün saat. 2 km bölünsün saat. Kater göldə 2 saat. Az öncə dedik ki, müəllimlər, göldür. Göl axarsız sudur.
Göldə kater ancaq öz sürəti hesabına hərəkət edir. Göldə 3 saat gedirsə, o zaman 3 vurulsun katerin öz sürətinə 20-yə. Axın ilə 2 saat. 2 vurulsun 20 üstə gələk 2. Niyə? Çünki axın ilə verib. Axına qarşı 4 saat zamanı vuracaqsan, axına qarşı dediyindən sürətləri fərqinə 20 çıxılsın 2. Müəllimlər, kater cəmi neçə kilometr yol dediyindən ortaya toplama yazacağıq və hesablayacağıq. 60 üstə gələk 22-ni 2-yə vuranda 44, üstə gələk 18-i 4-ə vuranda elədi 72 və bərabərdir. Toplasaq 104, 104-dən də 72, 176 kilometr. Deməli, kater cəmi 176 kilometr yol gedib. Doğru cavab elədi D variantı. Üçüncü sual, məşhur sual və indiyə qədər deyə bilərik ki, bunu rahatlıqla deyə bilərik ki, MİQ imtahanının belə ən çətin suallarındandır və kater məsələsinin sizin görüb görə biləcəyiniz ən çətin sualı bu ola bilər. Mahiyyətini dərk eləməyə çalışaq və ətraflı izah eləyək. Saat 10:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları. Əslində bu motorlu qayıq yarışının iştirakçıları, finiş xətti filan, bunlar məsələnin mahiyyətini uzatmaq üçün olan əlavə informasiyadır. Olmasa da deyə bilər ki, motorlu qayıq 10:00-da yola düşdü, 17:00-da finişə çatdı. Bu qədər rahat. İndi motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 46 km, sonra həmin gölə tökülən axma sürəti 4 km olan çayda 95 km yol qət etməli idilər. 17:00-da iştirakçılardan biri finiş xəttini keçərək qalib oldu. Baxın, 10:00, 17:00. Əvvəlcə biz zamanımızı tapırıq, yəni verilən informasiyaya əsasən 17-dən çıxıram onu, bərabərdir 7 saat mənim vaxtım var. Bu vacib informasiyadır, bu qalsın. İndi əvvəl göldə 46 km, sonra həmin gölə tökülən axma sürəti 4 km olan çayda 95 km yol qət etməli idilər. Bu nə deməkdir? Bunu necə başa düşəcəyik? Baxın, bu bizim gölümüzdür. Gündəlik situasiyamızı, həyati situasiyamızı gözümüzün qarşısına gətiririk. Bu gölə də müəllimlər, buradan beləsinə çay tökülür. Çay gəlib axır. Çayın belə axanda təbii ki, çayın istiqaməti nə qədər olacaq? Oxla bunu göstərək. Çayın istiqaməti bu istiqamətdə olacaq da. İndi göldə 46 km gedib, mən qayığın sürətini bilmirəm, çayda 95. Mən nəyi tapa bilərəm burada? 7 saat varsa, demək mən qayığın göldəki zamanını tapa bilərəm, çayda getdiyi zamanı tapa bilərəm və onları toplayıb 7-yə bərabər eləyə bilərəm. Göldə nə qədər hərəkət edir? 46 km. Ümumiyyətlə, sürət məsələsindən bilirik də, biz klassik düsturdan bilirik ki, zaman necə tapılır? T bərabər S bölünsün V-yə. O zaman göldəki S-imiz 46 km-dir. V-miz nəyə bərabərdir? Aha, göldə biz demişdik ki, qayıq da bərabərdir burada suala. Biz demişdik ki, göldə qayıq ancaq öz sürəti hesabına hərəkət edir. Ona görə qayığın baş hərfi qeynən işarə edirəm, bölünsün qeyn. Bunu bu formada yazdıq. İndi bu nədir? Göldəki zaman. Qoy üzərinə bunu kiçik yazım ki, göldəki zaman. Yaxşı. İndi gələk çaydakı zamana. Çayda hərəkəti 95-dir. İndi 95-i nəyə böləcəksən? İmtahanda çox müəllimi qarışdırdığın nüans məhz buraydı ki, bu axın ilədirmi, yoxsa axına qarşıdır? Mən göldə üzürəm. Bax, özümlə kater qoydum kənara. Özüm göldə üzürəm. Göldə sürət yoxdur, öz sürəti hesabımı üzürəm. Gölə hardansa çay tökülür kənardan. Mən o çaya keçəndə avtomatik olaraq çay buradan belə axır. Mən də buna doğru gedəcəm də. Buradan gedəndə bu olacaq nə? Axına qarşı. Axına qarşı. O zaman yazacaqsan 95 bölünsün, qayıq çıxılsın, çayın da sürəti 4. Və bura ortaya toplama yazacaqsan, bərabər edəcəksən 7. Bax, məsələnin mahiyyəti bu tənlik. Burada 46 bölünsün qayıq nə deməkdir? Qayığın göldəki zamanı. 95 bölünsün qayıq çıxılsın 4 nə deməkdir? Katerin və ya indi burada qayıqdır. Qayığın göldən çaya keçdiyi. Və buradan da gölə çaya keçəndə axına qarşı olur və çayda keçirdiyi zamandır. Bərabər elədi ümumi zamanı 7-yə. Bu tənliyi həll eləsək, bu kvadrat tənliyə gedir, amma ehtiyac yoxdur. Seçmək üsuluna baxaq. 46 burada 2-yə bölünür. Bura 2 yazanda mənfi eləyir alınma. Sonra 46-ın böləni 23-dür. Qayıq bərabər 23. Və baxıram ki, ilkin mərhələdə elə cavabımız rahatlıqla çıxır. Çünki bura 23 olsa, 23-dən 4-ü çıxanda 19 eləyər. 95-i 19-a böləndə 5, 46-nı 23-ə böləndə 2, 2 üstə gələk 5 bərabər 7 elədir. Deməli, burada bir problem yoxdur. Qayıq bərabər 23. Şərtdə bizə nə verir? Birinci yerə çıxmış motorlu qayığın öz sürəti, yəni qayığın sürəti 23,
axın ilə olan sürəti cəminin, axın ilə olan sürəti 23 üstə gələk, qayığın sürəti onsuz da şərtdə mənə verilib də 4. Bu qayığın öz sürətidir, bu axın ilə olan sürətidir. Cəminin, bunların hamısının cəminə baxırıq. 23, 23, 46, 4, 50 və təzədən bunun rəqəmləri cəminin. Bu sonluq artıq belə deyirik, sizi çaşdırmaq üçün boş yerə uzadılmış bir şərtdir. Yəni bunun cəminin 3 mislinin rəqəmləri cəmi və s. İndi 50-nin də rəqəmləri cəmi eləyəcək nə qədər? 5 üstə gəl 0, 5 eləyir. Yəni 5 üstə gəl 0-ı vurursan 3-ə. Bu da elədi 15. Doğru cavab C variantı. Gözəl bir sual idi. Həqiqətən də haqqına danışaq gözəl sual idi. Yaxşı müəllimlər, baxırıq 2024-ün sualına. Katerin sürəti 15 km saatdır. Yazıram bura kater bərabər 15 km bölünsün saat. Çayın sürəti 3-dür. Çay bərabər 3 km bölünsün saat. Kater axın ilə 5 saat. Axın ilə 5 deyəndə 5 vurulsun. 15 üstə gələk 3. Çünki toplayırıq sürətləri cəmini axın ilə sözünə görə. Axına qarşı 3 saat yol gedir. 3 saat vurulsun. Axına qarşı dediyindən sürətləri çıxırıq. 15 çıxılsın 3. İndi görək cəmi nə qədər yol gedir. Gəlin bunu hesablayaq. 15 ilə 3 18. 18-i 5-ə vurduq elədi 90. Üzərinə gəlinsin. 15-dən 3-ü çıxanda 12. 12-ni 3-ə vuranda 36. Cəmi yolumuz 126 kilometrdir. İndi bizə başqa bir şey verib. Kater həmin yolu göldə 6 saata gedə bilməsi üçün. Göl deyiləndə ağlımıza gələn birinci informasiya. Göldə kater ancaq öz sürəti hesabına hərəkət edir. Yəni göldəki sürət katerin öz sürəti deməkdir. Və 6 saata gedə bilməsi üçün 126-nı böləcəksən 6-ya bərabər 21 kilometr bölünsün saat olmalıdır. Amma burada katerin sürəti 15-dir axı. Çaşıb birdən 21 götürərsiniz. Burada çox önəmlidir. Desək ki, sürətini neçəyə qədər artırmalıdır? Onda 21 olardı. Amma sürətini neçə artırmalıdır? Yəni nə qədər artırmalıdır ki, 15-dən 21 olsun? 21-dən çıxıram 15-i bərabər 6 kilometr bölünsün saat. Doğru cavab C variantı. Və son ilin MiG 2025-in qəbul sualına baxırıq. Motorlu qayığın durğun sudakı sürəti 17 km saatdır. Gördüyünüz kimi müəllimlər 2024-2023-dən asandır, 2025-2024-dən asandır. Get-gedə asanlaşıb nə hikmətdirsə, təbii ki, təki uyğun düşsün, müəllimlər də yaza bilsinlər. Qayığın sürəti 17 km bölünsün saat. Burada mən çayın sürətini tapa bilmirəm. Çayın sürəti bərabərdir suala, bilmirəm. İndi bizə deyir ki, qayıq çayın axını ilə 3 saata 57 km. Çox rahat. 3 vurulsun. Qayığın sürəti 17-dir. Üstə gələk çay bərabərdir 57-yə. Buradan 17 üstə gələk çay bərabər 57-ni 3-ə böləndə alındı 19. Çay da bərabər 19-dan 17-ni çıxanda qalır 2. Deməli, çayın axma sürəti 2 kilometr bölünsün saatdır. Doğru cavab müəllimlər Y variantı. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzulayıram. Bu videolarda 10-15 dəqiqənizi sərf eləməklə sözün əsl mənasında nəsə öyrənirsiniz. Bilən müəllimlər təkrarlayır, bilməyən müəllimlər də yeni informasiya əldə edir. Hər birinizə uğurlar arzulayırıq. Kanala abunə olub paylaşmağı unutmayın dəyərli müəllimlər. Burada MiG qəbul sualları olsa da sertifikasiya müəllimləri üçün də olduqca vacib və lazımlıdır. Ümumiyyətlə izahların hər biri həm sertifikasiya, həm MiG müəllimləri hazırlaşanlar üçün olduqca faydalıdır. Sağ olun müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.